Mən Zakir Fərhadoğlu. Seçim imtahanında 100 bal toplayaraq Bilik Körpüsü Hazırlıq və Repetitorlar Mərkəzinə qəbul oldum. Lakin mərkəzdə hazırlaşdıqdan sonra qəbul imtahanında 624 bal topladım. Ali məktəbə belə böyük fərqlə qəbul olmağım seçimin düzgün olduğunu təsdiq edir. Mən Tural Laferdiyev, Gəncə şəhəri 4 nömrəli orta məktəbin rus bölməsinin məzunuyam. Ali məktəbə hazırlaşmaq üçün Bilik Körpüsü Hazırlıq və Repetitorlar Mərkəzini seçdim. Burada hazırlaşdım və 616 bal topladım. Oxuduğum məktəbdə 600 balı keçən tələbə kimi çox sevinirəm və bu sevincimə görə Bilik Körpüsü Hazırlıq və Repetitorlar Mərkəzinə və bütün müəllimlərimə təşəkkür edirəm. Mən Mikail, Samur şəhərindənəm. Qəbul imtahanında yüksək bal toplamağım və eləcə də mənlə Samurdan hazırlaşan bütün abituriyentlərin tələbə adı qazanması məni çox sevindirir. Biz düzgün seçim etdik və uğur qazandıq. Buna görə də mən bütün Samurları Bilik Körpüsü Hazırlıq və Repetitorlar Mərkəzini seçməyə dəvət edirəm. Bugün qəbul imtahanlarında yüksək nəticə topladığıma və mənlə hazırlaşan 3-cü qrup tələbələrinin də hamısının qəbul olmasına çox sevinirəm. Bu sevincimə görə Bilik Körpüsü Hazırlıq və Repetitorlar Mərkəzinə təşəkkür edirəm. Düzgün seçim etdim, uğur qazandım. Hüquqşünas olmaq həmişəki arzum olub. Mən Bilik Körpüsü Hazırlıq və Repetitorlar Mərkəzində hazırlaşdım və 630 ballı hüquq fakültəsinə qəbul olmuşam. Mən arzularıma çatdım. Siz arzularınıza çatmaq üçün seçiminizi düzgün edin. Bilik Körpüsü Hazırlıq və Repetitorlar Mərkəzini seçin.